Sizi bilmirəm, amma yağışdan sonra torpağın qoxusu məni valeh edir. 5-10 dəqiqəlik yağışın ardından torpaqdan çox gözəl qoxu ətrafı bürüdü. Bağdakı pərpətönlər də artıq boy atmışdı. Yay aylarında yağış yağanda yağışdan sonra dəhşət bürkü olur. Ona görə də qərar aldım ki, isti günlərdə içinizi istəyəcək bir gözəl ayran aşı hazırlayım. Sizin bölgədə ayran aşı necə hazırlayır bilmirəm, heç bizim bölgədə necə hazırlayır bilmirəm, çünki biz bunu hazırlamamışıq. Mən bunu qonşumuzdan öyrənmişəm. İlk dəfə qapımızı döyüb bir kasa bu yeməkdən gətirmişdi. Elə bildim doğğadır, amma yeyəndə gördüm ki, tam fərqli bir ləzzətdir. Pərpətöyünün hər halını çox sevirəm. Bu çiğ formada da yeyilir, bişmiş formada da. Mən bunun faydalarını say bitmərəm. Bunun turşusunu da gələn videoda mütləq sizə göstərəcəm. Pərpətöyünləri yığdım, yudum, nanələri də təzə-təzə yığdım. Allah bu axan suyu bizə çox görməsin. Həqiqətən axan suda yuyulan hər şey çox təmiz olur. Təsəvvür edin, bu pərpətöyünləri neçə dəfə yuduğumu heç özüm də bilmədim. Özüm hazırladığım yeməkləri bəhbəhlə yeyirəm, çünki təmizliyinə tamamilə əmin oluram. Pərpətöyünləri doğradım, daha sonra qatıqda çırpma ilə açmağa başladım. Təzə nanəni xırda-xırda doğrayıb qatığın içərisinə əlavə elədim. Hardasa 1 stəkan su da əlavə elədim. Bu tam olaraq sizin zövqünüzə görədir. Bildiyimə görə buna ümumiyyətlə su əlavə eləmirlər, amma mən belə qatı yeyə bilmirəm. Doğradığım pərpətöyünləri də bir neçə dəfə gətirdim, yudum, təmizlədim. Ayran aşı üçün hardasa 1 armud stəkan düyü qaynatmışam. Pərpətöyünləri də hardasa 5-6 dəqiqə içərisində bişirdim. Qara mərci, noxud və bişirdiyim pərpətöyünlü düyü qarışıma əlavə elədim. Duz və buzla da artıq sonlandırdım. İnanın ki, qoxusu ətraf bürümüşdü. Çox ləzzətlidir. İsti yay günlərində içinizi sərinlədəcək bir ləzzətdir. Mütləq siz də hazırlayın. Gələcək videolarda artıq qışa tədarükə başlayırıq. Ona görə mütləq səhifəmi izləyin.